Herkese salam. Bugün sizlerle birlikte dostlar ikinci günümüzdeyim. Benim için üçüncü gün çünkü birinci gün gelende geciydi. Ona göre video çekmedim. Ama birinci günde çekilişim var idi ama geciktiğim için çekebilmedim. İkinci gün size ayırdım ama çok da çekebilmedim çünkü hazırlaşmıştım. Üçüncü gün sizə ayırmaq istəyirəm, həm də çəkiliş eləmək istəyirəm. Necə olacaq bilmirəm, amma vaxtım olanda çəkilişi də eləyəcəm. Biraz boğazım ağrıyır. Havuza girdim səhər, çıxdım. Sonra özümü halsız hiss elədim. Orada uzandım, günəşləndim. Yəni ki, hər yerim yanıb yenə. Mənə çox yaraşır. Mən özümə çox yaraşdırıram. Sizə yaraşır mənə. Mən çox yaraşdırıram özümə. Nəysə. Səhər oyandım, gözümü açmadan havuza girdim çünkü son günümüzdü. Sabah gedirik, ana nənəmgilə, ata nənəm də bizimlədir. O birisi gündə öncədə Bakıya yollanırıq, atamın işləri var, mənim çəkilişlərim var, məktəb ləvazimatları var, məktəb paltarları var və s. Bir də ata nənəmin ad günü yaxında var, ona da hazırlaşmalıyam, hədiyyə almalıyam və s. Nəysə dostlar, uzatmadan videoya başlayaq, sizi də yormaq istəmirəm. Dostlar, yenə anamgilin otağındayım. Çünki buranı həqiqətən də çox xoşlayıram. Sizə məlumat vermək istəyirəm. Burada dekorasiya olacaq. Ona görə burada hamak var. Burada da stul var. Bir dənəsini mən kırmışdım. Ona görə bunu düzəldək. Necə verilibsə elə də təhvil verməliyik. Aha, burada belə çox gözəl bir mənzərəyə oyanırsınız. Yəni ki, burada göl var, dağlar var. Evin dörd tərəfi dağlara bağlıdır. Yəni ki, dağlar mənzərəsi ilədir. Dostlar, baxın bu gözəlliyə, çox gözəldir. Orada da deyəsən afremlər tikilir yenə. Amma ən gözəli məncə buradır. Baxın, göl var. Belə gözəl dağlar, çox gözəldir də dostlar. Belə hamak var. Bu videoda sizə hər yeri göstərmək istəyirəm. Çünki birdən gəlmək istəyirsiniz ona görə. Burada stul var. Burada kofenizi, yeməyinizi içib yeyə bilərsiniz. Aha dostlar, buramı bağlayayım. Belə buramı bağladım. İndi aşağı düşəcəm. Bu arada bugün kebab kəsməyə qərar verdik. Birinci gün kəsmişdik, amma anormal bir şeylər oldu. Onu da danışmaq istəmirəm. Nəysə. Bunda gedək. Bunun rənginə baxın, çox gözəldir. Pəmbəyə çalan mordur. Burada belə taxt var. Təbii ki də biz qaldığımız üçün buranı hələlik belə örtmüşük. Yoxsa qonaqlarımız gələndə, yəni siz gələndə təbii ki də düzəldirlər buraları. Sadəcə elə belə göstərmək istəyirəm. Belə yanında tumbuçka da var, amma veşlərim olduğu üçün onu göstərmək istəmirəm. Burada belə şifoneri var paltar qoymaq üçün. Dostlar, bu arada əlavə paduşkalar da var. Yəni 8-6 nəfər rahat bura sığar yəni ki. Əgər 4 nəfər gəlsə daha da rahat sığar. Yəni ki 4 nəfər gəlsə bura çox rahat yatar və çox rahat olar məncə. Dostlar, burada da belə bir otaq var və burada 2 nəfərlik ayrı-ayrı kravatlar var. Arası bu qədərdir. İstəsəz birləşdirə bilirsiniz. Ondan sonra bu arada biz hələlik belə üstünə sərmişik, yoxsa onu dekor olaraq belə qırandan qoyurlar. Nəysə, ondan sonra pastel belədir. Hər birində ayrı-ayrı cür pastellər var. Yəni ki, çox təmiz olur. Biz gələndə şaşırdıq ki, necə bu qədər təmizdir. Hətta maraqlandıq ki, quru təmizləməyi verirlər. Orada təmizlənir. Ondan sonra da gəlib sərirlər qonaq gələndə. Ondan sonra burada rəngi belədir və mən bu rəngə bayılıram bildiyiniz üzrə. Ona görə bu otağı seçdim. Ondan sonra burada tumbuçka var idi. Ondan sonra
təmizləməyə gəlmişdilər deyə onu zala götürmüşdülər. Zalda qaldı. Yadlarından çıxıb təmizləyiblər, yadlarından çıxıb, amma o birisi otaqlarda qoyublar. Ondan sonra burada belə işıq var. İşıq buradan yanır. Gecələri yandıra bilərsiniz bu işıqları. Ondan sonra hər bir otaqda var, mövcuddur. Ondan sonra tok yeri var. Olmazsa olmazını tapa bilmədim o tok yerini. Burada tok yeri var. Orada telefonunuzu zalikaya taxa bilərsiniz. Ondan sonra belə çox gözəldir. Mən buranı çox bəyənirəm. Və belə video çəkilməli və s. Belə bir yer var. Çox gözəl deyil dostlar. Çox bəyəndim mən bu dekorasiyanı. Dostlar, burada belə indi yerlənirəm Yerlənçəkdə, amma şu anda Yerlənçək tam hazır deyil, işıqları və s. bir şeyləri təzədən düzələcək. Ona görə tam çəkmək istəmirəm Yerlənçəyi. İnşallah buranın çəkilişi olandan sonra sizə kanalımda paylaşaram, əlaqə nömrəsi də qoyaram. Dostlar, indi atam gəldi, ət alıb və bugün kabab kəsəcəyik. Birinci gündə kəsmişdik, amma dediyim üzrə anormal şeylər oldu. Bilmirəm, indi bu deməmişdim kabab kəsəcəyimizi. Ona görə demək istədim, xatırlamıram heç nə. Biraz hazır olsun, ondan sonra özümə salat doğrayacağım, ailəyə də doğrayaram istəsələr. Pomidor, xiyar, ondan sonra da soğan, bir də bibər.